Salam, mən Məsim. Və mən Safuram. Kanalımıza xoş gəlmisiniz. Bu videoda siz Çeşmə, Alaçatı gəzməli görməli yerləri və ən əsası Alaçatı Ot Festivalı haqqında ətraflı məlumat əldə edəcəksiniz. Ümid edirəm bu xoş, gözəl emosiyaları sizə ötürə biləcək. Hazırsınız? Getdik. Getdik. Deməli, hər il keçirilən Alaçatı Ot Festivalı bu gün də qonaqlara açıqdır. Səhərləri gəzməyinizi tövsiyə edirəm. Ona görə ki, səhərləri belə izdiham olmur. Rahatca hər şeyə baxa bilirsiniz. Qarışıq qavurmalıq, börükük, ece otları. Qarışdırıb. Qəşəng qutaplıqdır da hazır. Yeyli apelsini, mandalini. Bu enginar deyirlər türklər, biz də bilmirik. Dəqiq adını bilmirəm. Təbii yağlar, sirkələr, cürbəcür otlar. Meyvə quruları, çaylar. Merhaba, hayırlı sabahlar. Bu da olmamış inciri ne yapırlar buna? Reçellik. Reçel yapılır. Ha. Tamam, teşekkürler. Kolay. Ha. Zeytunlar, müxtəlif yaşıllıqlar. Adı üzərində Ot Festivalı. Səhər çəkmə fürsəti tapdım. Səhər demək damla sakızlı kurabiyə. Səhərləri adam çox olmadığı üçün, izdiham olmadığı üçün rahatca dadına baxa bilirik. İstədiyin təamların və eyni zamanda rahat görə bilirsən hər şeyi. Burada bu təamlardan bu mevsimdə olan məhsullardan pişirilmiş 12 dənə otlardan adam məlumat verir. Böyle bir növ bazar kimidir həqiqətən. Amma normal bazarda satılmayacaq mövsümü məhsullardır. Bazarda mən heç vaxt yemək görməmişəm. Hansı ki, bu festivalın mənası elə bu mövsümü təamlardan pişirilmiş yeməklərdir. Müxtəlif sumkalardır, boncuklardır, beləcə gözəl ənişlərdir. Hayırlı sabahlar. Və belə devam edir. Adamın az olma səbəbi daha yarmarka təzə başlayır. Bax, gördüyünüz kimi yeni gəlirlər piştaxta sahibləri. Yəni otlu, cevizli paxlava hətta var. Yəni hər şey buradakı otlardandır. Gözəl şirniyyatları, bilən ki, aşırı izdiham var. Festivalın birinci, ikinci günləri əlaydı. Həftə içinə düşürdü. İş günü olduğu üçün insanlar az idi. Hal-hazırda festivalın 3-cü günüdür və izdiham görünür.
Qonşu, çiyələk yemirsən, orada çiyələk var. Gəl. Ne kadar? Bardaktan bir tane de bize ver. Tut ne kadar? Mürəbbələr, cürbəcür. Acı biberdən mürəbbə var, yəni təsəvvür eləyirsən? Acı biberdən mürəbbə. Ya, sağ ol. Eteklerinde çiçeklerle resmen etekleri çiçek açmış. Yumuşatmamış kocaman bırakmış herkese bir el sallayalım bunlar. El salla herkese. Ve teşekkür ederim. Sıramıza bana el salladı. Kendisine alkışlarla uğurlu olur. Bravo. Bir de selam veriyorlar. Kocaman alkışlarla. İkisini de yani alıyoruz. Normalda biz və az-çox məlumatı olan bu bölgəyə səyahət etmiş insanlar Alaçatı mövsümünün iyunun 15-i 20-si bizdə yay mövsümü necə başlayır elə bilirlər. Ancaq ki buradan da göründüyü kimi bu yaz ərəfəsi də bu kimi tədbirlər səbəbi ilə qiymətlər normallaşır. Yəni mövsüm sayılır artıq. İnsanlar təkcə dəniz, çəmərlik üçün gəlmirlər. Həmçinin baxın belə günəş, hava gözəldir, təbiəti gözəldir. Gəlirlər istirahət deyəndə təkcə dəniz nəzərdə tutulmur. Nəzərdə tutanlar var. Təbii ki, ancaq dənizsizdə istirahət etmək olur. Necə ki, mən edirəm. Axşamı bir başqa, səhəri bir başqa olur Alaçatının. Belə deyim, Alaçatı
İzmir ərazisində, İzmirə bağlı Çeşmənin bir kəndidir. Çeşmə tamam fərqli, Alaçatı tamam fərqli, gözəldir. Bu həmin festival ərəfəsi kiçik konsert, idman falan burada keçirilir. Biz indi sözün açığı ona gecikmişik. Və burada göstərir. Şeflər yarışması keçirilir burada. Daha büyük bir şey. Bakın bundan daha büyük. Bu sakit yerler, böyle sakit olmağına bakma. Akşamları necə deyərlər, türklər demiş, cümbür cümbür olur. Mavi kız kana çocuk gözleri boncuk boncuk ben sevdanı gülüyken sen açmamış boncuk. Allah Allah. Mavi kız kana çocuk gözleri boncuk ben sevdanı gülüyken sen açmamış boncuk. Mavişim, mavişim, çiçeğim, mavişim, sensizlikten öleceğim. Hadi gelin üstüme korkmuyorum. Yalnızlığım yollarıma pusu kurmuş beklemekte. Beklemekte acılar gözlerini dikmiş üstüme nöbette. Bekliyorum, bekliyorum, bekliyorum. Və beləcə dəyərli izləyicilərimiz, Alaçatı videomuzun sonuna çatdıq. Ümid edirəm bu gözəl hissləri sizlərə ötürə bildik. Növbəti videolarda görüşənədək. Hələlik.